Müşahidələrimizdə görürük ki, uşaqların da qidalarının bir çox hissəsi məhz şəkərli qidalardır. Şəkərli qidaların uşaq orqanizminə bir çox zərərləri var. Həm ağız boşluğuna, dişlərə zərəri var, həm də ümumi somatik vəziyyətinə zərəri var. Şəkərli qidaların çox qəbulu uşaq orqanizminə nə kimi fəsadlar törədir? Körpə yaşlarda uşaqlarda şəkərli qidalar yemək vərdişi yarandıqda və bu gələcəkdə uşaqlarda piylənməyə, təzyiqin artmağına, müəyyən endokrin pozğunluqlara səbəb olur. Şəkər qəbulu zamanı və dişlər düzgün gigiyena olmadığı zaman bu gələcəkdə dişlərin arasında şəkər qalıntıları, karbohidratın qalmasına gətirib çıxardır və gələcəyə kariyesə bir yol açır və ona görə də biz valideynlərdən istəyirik ki, əgər şəkər qəbulunu müəyyən sərhədlər qoya bilmirlərsə, uşaqlardan qəbuldan sonra su ilə yaxalamaqlarını və ya da hansısa bir qarqaralarla yaxalamaqlarını və yaxud da şəkəri qida qəbulu olunan zaman istifadə etsinlər, daha sonra dişlərini fırçalasınlar. Bu kimi istəklərimiz olur və bu şəkər qəbulunu biraz az da olsa zərərsizləşdirir.